Vətənimdir Azərbaycan, Macarıstanın paytaxtı Budapeşt şəhərindədir. Budapestə veriliş Gənclər və İdman Nazirliyinin keçirdiyi Mən Gənc Səfirəm adlı forum nəzr olunur. Xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı gənclərin aldıqları təhsil və xaricdə Azərbaycanı necə təmsil etdikləri haqqında danışacaq, həmçinin Bakıdan gəlmiş rəsmilərin münasibəti ilə tanış olacaqlar. Macarıstan 1918-ci ilə qədər Avstriya-Macarıstan imperiyasının tərkibində olub. Əsasən aqrar ölkə olan Macarıstan 1918-ci il noyabr ayının 16-sında isə Respublika elan olunub. Macarıstanın relyefi daha çox düzənlik xarakterə malikdir. Ölkə təbii sərvətlərdən əsasən boksit yataqlarına, az miqdarda daş kömür, neft, təbii qaz, mis və uran ehtiyatlarına malikdir. İqlimi mülayim kontinentaldır. Belə əlverişli iqlimin olması və həmçinin geniş düzənliklər, sahələr və məhsuldar torpaqlar burada kənd təsərrüfatının inkişafı üçün əlverişli imkan yaradır. Mənzərəli Balaton gölü və başqa təbii imkanlar hesabına bu məşhur Avropa ölkəsi turizmin inkişafına nail olur. 93.030 kvadrat kilometr ərazisi olan Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeşt şəhəri, rəsmi dili Macar dili, əhalisinin sayı isə 10 milyondan çoxdur. Məlumdur ki, Macarıstan haqqındakı məlumatımız heç də yersiz deyil. Çünki dünyanı dolaşıb yer üzündəki Azərbaycanlılardan xəbər tutan Vətənimdir Azərbaycan yolunu bu dəfə Macarıstanın paytaxtı Budapeştdən saldı. Vətənimdir Azərbaycan xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı gənclər həsr edildi. Həsr edildi ki, onların da vətənin Azərbaycan olduğundan və xaricdə belə gənclərimizin mövcudluğundan xəbər verək. Mən çox məmnunam ki, Xəzər televiziyasının əməkdaşlarını Azərbaycanın
Macaristandakı səfirliyində salamlamaq imkanına malikəm. Televiziyanın verilişlərini həmişə desəm biraz düz alınmır. Yəni imkan daxilində izləməyə çalışıram. Bilirəm ki, çoxlu maraqlı verilişləriniz var. Xüsusilə də Azərbaycandan kənarda yaşayan, fəaliyyət göstərən, öz xidmətləri ilə ölkəmizi tanıtmağa çalışan insanların fəaliyyətini işıqlandırmağımız olduqca diqqətə layiqdir. Şübhəsiz, müxtəlif ölkələrə səpələnmiş gənclərin fəaliyyətini koordinasiya eləmək, onların vətənlə, Azərbaycanla əlaqələrinin daimliyinə nail olmaq, eyni zamanda onların ali təhsillərini başa vurduqdan sonra ölkəmizə qayıtmalarını təmin etmək üçün ardıcıl və düşünülmüş tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. Biz Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə birlikdə bu forumun hazırlanması və yüksək səviyyədə təşkil istiqamətində lazım olan işləri həyata keçirdik və nəhayət bu il aprelin 6-sından 8-nə qədər Budapeştdə Azərbaycanlı gənclərin ikinci forumu öz işini uğurla davam etdirdi. Qeyd edək ki, forumda 25-dən artıq ölkədən 200-ədək gənc iştirak edir. Bir neçə gün davam edəcək forumda Almaniya, Çin, Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı, Çexiya, Türkiyə, Avstraliya, Belçika, Böyük Britaniya, İtaliya, Fransa və digər ölkələrdən tələbələr qatılıb. Forum çərçivəsində Azərbaycanın xarici ölkələrdəki fövqəladə və səlahiyyətli səfirləri ilə forum iştirakçılarının görüşü, eyni zamanda Azərbaycan Gənclər Təşkilatlarının rəhbərləri ilə Macarıstan Gənclər Təşkilatları rəhbərlərinin görüşü və müxtəlif layihələrlə bağlı birgə müzakirələr nəzərdə tutulub. Forumun əsas devizi mən Azərbaycanın gənc səfiriyəm devizidir. Çünki doğrudan da bizim xaricdə yaşayan hər bir vətəndaşımız, xüsusilə də xarici universitetlərdə təhsil alan Azərbaycanlı gənclər sanki öz ölkəsinin bir səfiri kimi iştirak edir. Çünki o öz ölkəsini, öz dövlətini, öz xalqını təmsil edir. Özünün biliyi, bacarığı, mədəniyyəti, təcrübəsi, ümumi səviyyəsi ilə öz ölkəsi və öz xalqı haqqında təsəvvür yaradır. Ona görə də forumun əsas şüarlarından biri ondan ibarət edir ki, xaricdə təhsil alan hər bir Azərbaycanlı gənc öz ölkəsini təmsil etmək səlahiyyətinə və qabiliyyətinə malik olmalıdır. Güclü Azərbaycan naminə hər gün böyüyür, genişlənir və gücünə güc qatır. Asayiş böyük bir ailədir. Asayiş gücü. İlk öncə sizə həmkarlarımı təqdim etmək istəyirəm. Rüfət Əzizov, Asayifin həm təsisçisi və Ümid Nağdəliyev, həmçinin Asayifin həm təsisçisi. Rəsmi açılış mərasimindən keçmək istərdim. İlk salamlama çıxışında çıxış etməsi üçün Azərbaycanın Macaristanda fövqəladə və səlahiyyətli səfiri Rülayət Quliyevə söz vermək istərdim. Buyurun, Rülayət. Hörmətli cənab nazirlər, Macaristan parlamentinin hörmətli vitse-spikeri, Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri, hörmətli səfir həmkarları, əziz gənc dostlar, xanımlar və cənablar. Azərbaycan Respublikasının Macaristandakı səfiri kimi sizin hamınızı Macar tarixinin mühüm və şərəfli səhifələrindən yazıldığı bu əzəmətli parlament binasında salamlamaqdan böyük məmnunluq duyuram. İnanmaq istərdim ki, Azərbaycan nümayəndə heyətinin, xüsusən də gənc dostlarımızın Macaristanda keçirdiyi bir neçə gün işgüzar əməkdaşlığın və yeni əlaqələrin qurulması baxımından səmərəli olacaq. Siz burada özünüzə yeni dost və həmkarlar tapacaqsınız. Ölkə və onun insanları sizdən çox təəssüratlar bırakacaq. Hörmətli forum iştirakçıları, cənab nazir, millət vəkillər, cənab səfirlər. Çıxışımın başlamışdan əvvəl mən gözəl binada bu forumun keçirilməsinə şərait yaradılları üçün Macaristan parlamentin rəhbərliyinə, dövlət rəsmilərinə, eləcə də Azərbaycanın Macaristandakı səfirliyin öz təşəkkürünü bildirirəm. Yəqin mənimlə razılaşarsınız ki, xaricdə təhsil alan Azərbaycan gəncləri üçün
Əsafın hər il keçirdiyi forumlar əlamətlər bir hadisədir. Təşkilat yaşayır və fəaliyyət dairəsini genişləndirir. İldən ilə iştirakçıların sayı artır və coğrafi baxımından əhatə dairəsi genişlənir. Azərbaycan dövlətinin forumlarının keçirilməsinə xüsusi diqqət və önəm verir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına ilə təsdiq edilmiş yeni Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramında xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı gənclərin forumunun keçirilməsi üstü bir bənd ilə qeyd olunmuşdur. Sizlər hər bir forumda, o cümlədən hal-hazırda iştirak etdiyiniz forumun içində nazirlərin, Prezident Administrasiyanın şöbə müdürü, digər dövlət qurumları rəhbərləri, millət vəkilləri, səfirlər, Azərbaycan dövlətinin bu layihəyə qatılması olan xarici nümunəsidir. Bildiyiniz kimi 2011-ci ildə Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı hazırlanıb təsdiq edilmişdir. Geri gəlmişkən mən qeyd etmək istəyirdim ki, bu proqramın hazırlanmasında birdən artıq müxtəlif təkliflər gəlmişdir bizim gənclər tərəfindən, gənclərlə qeyri-hökumət təşkilatları tərəfindən və xüsusilə də xaricdə təhsil alan gənclər adına və onlar hamısı təqdim olunmuş və öz əksini proqramda tapmışdır. Çıxışımın sonunda bir fikri hatırlamaq istəyirəm. İnkişaf və təhsil heç bir insandan sadəcə olaraq ötürülər və ya bağışlana bilməz. Hər kəs onlara sahib olmaq istəyir. Bunu öz fəaliyyəti, öz qüvvəsi və səyi nəticəsində əldə etməlidir. İnanıram ki, Azərbaycan gəncləri buna qadirdir. Diqqətinizə görə çox sağ olun və konferansın işinə mənim uğurlar arzu eləmək istəyirəm və sizin fəal olmağına dəvət edirəm. Diqqətinizə görə. Forumun açılışında Gənclər və İdman Naziri Azad Rəhimov, Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdürü Elnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili Ceyhun Osmanlı və bir çox digər millət vəkilləri, Macarıstan rəsmiləri və parlamentlərinin, həmçinin bir çox media strukturlarının rəhbər heyətləri, biznes struktur rəhbərləri, ictimai xadimlər və müxtəlif sahələrdən olan qonaqlar iştirak etmişdir. Hörmətli forum iştirakçıları, məlumdur ki, hər bir ölkənin tərəqqisi ilk növbədə həmin ölkədə təhsilin inkişafı ilə bağlıdır. Məhz təhsil prosesində insan yeni bilic və bacarıq əldə edir. İqtisadiyyatın məhsuldar qüvvəsinə insan kapitalına çevrilir. O da bir həqiqətdir ki, müasir devirdə insan kapitalı cəmiyyətdə ən qiymətli sərmayə kimi qəbul. Davamlı inkişafın etibarlı yolu elm və təhsilin beynəlxalq standartlara uyğun təşkilindən keçir. Məhz buna görə də dünyanın qabaqçı ölkələri inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni, daha qulluq hədəflərə irəliləmək məqsədi ilə təhsil sahəsinə böyük əhəmiyyət verilir. Hər bir ölkənin iqtisadiyyatının rəqabətə davamlılığının təmin edilməsi milli təhsil sisteminin, o cümlədən bu sistemin lokomotivi olmayan ali təhsilin keyfiyyətindən bir başlasıdır. Keyfiyyətli ali təhsil isə, hörmətli forum iştirakçıları, öz növbəsində ölkənin hər bir vətəndaşının sürətlə dəyişən müasir texnologiyalara çevik mənimsəməsi və inkişaf etdirməsinə, ətraf mühitə münasibətdə sağlam mövqe tutmasına, vətəndaş mövqeyinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Uzun müddətli təcrübə mübadiləsi və ortaq dəyərlər nəticəsində bir araya gəlmiş və idarə heyətində 18 ölkənin təmsil olunduğu, Azərbaycanın xaricdə təmsil olunması və nüfuzunun daha da yüksəldilməsi sahəsində yorulmadan əmək sərf edən ASAİF-in Azərbaycanlı gəncləri növbəti dəfə Budapeştdə bir araya gəldilər. Onları birləşdirən səbəbsə, təbii ki, hər zamanki kimi vətən və millət naminə olan ümumi maraqları idi.
Forumun əsas mahiyyəti təbii ki, Azərbaycan gəncliyinin bir şəbəkə daxilində, xarici təhsil alan Azərbaycan gəncliyinin bir şəbəkə daxilində toplanılmasıdır, onların nailiyyətlərinin öyrənilməsidir, onların problemləri ilə maraqlanmalısıdır. Strasburg forumunda biz bir çox ilklərə imza atdıq. Birinci ilklər ondan ibarət edir ki, biz Strasburgda Azərbaycan gənclərinin, xarici təhsil alan Azərbaycan gənclərinin problemləri ilə maraqlanırdıq. Həmin 2007-ci ildən Cənab Prezidentin imzaladığı dövrdən proqramın reallaşdırılması nəticəsində əldə olmuş nailiyyətləri və eyni zamanda ortaya çıxmış bu və yaxud digər obyektiv və subyektiv problemləri nəzərdən keçirdik. Bunun nəticəsində bir çox məsələlər yenidən baxıldı, bir çox məsələlər qiymətləndirildi və öz həllini tapdı. Hər bir belə bir forum dil vasitə insanları tanımağa imkan verir. Bu forumda 27 ölkədən 300-ə yaxın insan iştirak edir. Artıq Strasburg forumunda biz, Strasburg forumundan Budapeşt forumuna qədər biz bir sıra insanların adlarını artıq dillər əzbər etmişik. Bilirik ki, bu və yaxud digər gənclər hansı ölkələrdə fəallar, hansı işlər edirlər. Bunlar arasında bu və yaxud digər universitetlərdə, məsəl üçün, tələbə təşkilatlarının, xaricdə təhsil alan tələbələr birliklərinin Azərbaycanlı rəhbərləri vardır. Bu çox önəmli bir şeydir ki, təsəvvür edin, Azərbaycanlı gənc hansısa böyük bir, Böyük Britaniyada olan universitetin xarici təhsil alan tələbələrin birliyinin rəhbəridir. Və onun, belə deyək, rəhbərliyi altında 12.000 tələbə vardır. Və bunun da rəhbəri Azərbaycanlı gəncdir. Bu, analogu olmayan, ikinci nümunəsi olmayan və digər gənclər üçün örnək ola biləcək bir misaldır əslində. Və biz də çox istəyirik ki, belə gənclərimiz çox olsun. Məsəl üçün, həmin gəncin adını bilirik. Fransadakı digər gəncimizin adını bilirik ki, bu və yaxud digər vətənpərvərlik aksiyalarında çox fəal iştirak edir. Və bugün də onların adlarını mən çəkdim özəl olaraq. Çünki həmin insanları biz bugün qiymətləndirməsək, sabah bəlkə də onların stimulları, demirəm azalacaq, amma onlar onların dövlət tərəfindən qiymətləndirməsini çox gözəl anlamalıdırlar. Və biz istəyirik ki, belə gənclər çox olsun. Digər tərəfdən, bu bizim üçün bir kadr seçimidir. Forumun keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan gənclərin milli mənəvi dəyərlərimiz ətrafında birləşərək Respublikamızın xaricdə təbliğinin səmərəli təşkilində şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda Macarıstan-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır. Biz artıq Azərbaycan dövləti olaraq vətənpərvər, fəal, intellektual gənclərimizi müəyyənləşdiririk və millətimizin qızıl resursunu müəyyənləşdiriləcək bir şəxslər toplusu hazırlayırıq. Əslində, Cənab Prezidentin də fikri bundan ibarət edir ki, xaricdə təhsil alacaq 2007-ci, 2015-ci il ərzində xaricdə təhsil alacaq gənclər həmin Azərbaycanın gələcək menecerlər, top menecerlər olsun ki, Azərbaycanın yeni inkişaf perspektivlərini apara bilsinlər. Geosiyasi və iqtisadi bölgədə yaşadığımız üçün bizim 2 qat daha da fəal, daha da əzmlə çalışmağımız və işləməyimiz zəruridir. Bu baxımdan təbii ki, fəal gənclər intellektual potensialını artıra biləcək və eyni zamanda ictimai fəallıq göstərə biləcək gənclər tapdığımız zaman və yaxud rastlaşdığımız zaman sadəcə olaraq 2 qat sevinirik. Görüşümüzdən sonra hər birimizin həyatında istər şəxsi, istərsə də ki, işgüzar həyatımızda bir çox yeniliklər baş verir. Dövlətimiz isə bir çox nailiyyətlərə imza atır. İkincisi də ondan ibarətdir ki, son bir ərzində sizdən gələn xoş sıraqlar, xoş xəbərlər bizə gələcəyə ümidlə baxmağa imkan verir. Və hər il keçirən forumlar, istər Bakıda, istər Strasburgda, istərsə də ki, Budapeştdə bu dəfə növbəti forumlarda keçiriləcək, biraz sonra sizə deyəcəm, artıq onun da yeri müəyyənləşmək üzrədir. Bizə birlikdə toplaşmağa, bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparmağa
Gələcək tezgirsilərimizi müəyyənləşdirmək üçün çox gözəl, səmimi və canlı bir hava-havanı yaratmaq imkan verir. Növbəti bu forum keçirilir və artıq gözəl bir ənənə formalaşır ki, hər il Avropanın müxtəlif mərkəzlərində, müxtəlif şəhərlərdə, mötəbər yerlərdə bizim xaricdə təhsil alan və vaxtikən almış artıq məzun olan gənclərimiz bir araya gəlir və həm öz problemlərini müzakirə edirlər, həm də ki, Azərbaycanımızla bağlı olaraq milli dövlətçilik baxımından ölkəmiz üçün maraqlı olan tarixli məsələlər ətrafında müzakirə aparırlar və çalışırlar ki, öz töhfələrini versinlər, öz fikirlərini ortaya qoysunlar və növbəti mərhələ üçün bir fəaliyyət müəyyən etsinlər. Yəni, ümumiyyətlə, bu 2001-ci ildən başlayaraq adətən yay tətil günlərində Bakıda xarici təhsil alan Azərbaycanlı gənclərin forumları keçirilməyə başladı. Yəni, o zamandan Gənclər və İdman Nazirliyi bu layihə dəstək verir və artıq yəni, ikinci ildir ki, bu ideya, bu layihə rəsmi status alaraq, yəni artıq bir təşkilata çevrilib və bu kimi forumlar və bu forumun da gözəl bir adı var, mən gənc səfirəm. Əslində, həqiqətən də çox məzmunlu bir addır, yəni ki, səfir olmaq ölkəni təmsil etmək deməkdir. Və mən hesab edirəm ki, hər bir gənc həqiqətən də bu təmsilçiliyi düzgün dərk etməlidir. Çünki oxuduğu və o müddətdə yaşadığı dövrdə o yalnız özünü təmsil etmədiyini düşünüb bilməlidir. Çünki yaxşı təhsil aldıqda, yaxşı davranış nümayiş etdirdikdə və olduğu o çevrədə özünü müsbət bir insan kimi göstərdikdə avtomatik olaraq Azərbaycan xalqına, Azərbaycan adına müsbət bir imic formalaşır. Və yaxud da əksinə, o insan mənfi bir personaja çevrilsə və təhsilində də geri qalsa və davranışda da bir mənfi bir imic formalaşdırsa, avtomatik olaraq ətrafdakılar deyəcəklər ki, bu Azərbaycanlılar belədir. Yəni, bu artıq həmin o səfirliyin ilk addımıdır. Yəni, insan 4 il, 5 il, neçə il oxuyacaqsa, o Azərbaycanın təmsilçisidir, Azərbaycanın bir parçasıdır. Və çox istərdi ki, eyni zamanda səfir olaraq, yəni gənc səfir olaraq gənclərimiz Azərbaycanın həqiqətlərini dünyaya çatdırsınlar. Azərbaycanın bugün milli davası var, Azərbaycan ərazi bütövlüyü pozulur, bugün Dağlıq Qarabağ işğal altındadır, bizim Azərbaycan əraziləri işğal altındadır. Bu mübarizədə, ərazi bütövlüyünün bərpasında Azərbaycan haqq davasını dünyaya, oxuduqları çevrəyə, oxuduqları ölkədəki ictimai fəal olan gənclərə düzgün çatdırılması, bu artıq o səfirliyin səfir olaraq, gənc səfir olaraq elə biləcək bir əsas məqamdır. Çünki həmin ölkədə də İtaliya olsun, Avstriya olsun, Almaniya olsun, haralar olsun, orada əgər bugün onların gözəl bir dostlar bir şəbəkəsi formalaşır, dost olurlar, bir yerdə oxuyurlar və s. Sabah həmin o İngiliz, Fransız, Alman və s. öz ölkəsində müəyyən bir ictimai dərəcə yer tutacaq, bir sosial status olacaq, millət vəkili ola bilər, alim ola bilər, sahibkar ola bilər və s. Və əgər o artıq o gənc dövrlərdən Azərbaycanla bağlı olaraq onun müsbət bir fikirləri formalaşacaqsa, Azərbaycan həqiqətlərini düzgün biləcəksə və həmin o tələbəli illərində dost olduğu Azərbaycanlı gəncin vasitəsilə Azərbaycana qarşı müsbət bir onun hissiyatı formalaşırsa, bu gənc səfirin artıq bir nailiyyətidir və biz də bilirik ki, bəli, artıq filan ölkədə bizim dostumuz var, yəni o millətdən olan və o cəmiyyətdə, o çevrədə mövqeyi olan bir insan var.
düşünürəm ki, bu forum ənənəvi olaraq keçirilməlidir. Çox vacib məsələdir ki, xaricdə təhsil alan tələbələri bir araya gətirmək, Azərbaycan hakimiyyətinin nümayəndələri ilə, həmin ölkələrinin səfirləri ilə görüşdürmək çox böyük bir məsələdir. İlk növbədə tanış olmaq, görüşmək, ikincisi əlbəttə mövcud olan problemləri həll eləmək, üçüncüsü də gələcək perspektivi müəyyənləşdirmək ki, gələcəkdə hansı istiqamətdə yolumuzu götürsək daha uğurlu olar və mən sizə deyim ki, keçmişdə də Sovet devrində, hətta Xalq Cümhuriyyəti devrində bizim belə əlaqələrimiz olubdur. O zaman da hətta Ulu Öndər Heydər Əliyev demişdi ki, mən şəxsən özüm eşitmişəm, göndərdiyimiz gənclərdən qayıtmayanlar da ola bilər. Onlar da qalıb həmin ölkədə Azərbaycan diasporunun əsasını təşkil edəcək. Üstündən 40 il köçəndən sonra doğrudan da o adamlarla biz görüşəndə görürük ki, onlar Azərbaycan diasporunun əsasını təşkil edirlər. İndi də Cənab Prezident necə deyirlər, özünün böyüklüyünü nümayiş etdirərək belə qərar qəbul etdi ki, geriyə qayıtmağı məcbur eləməyək. Ancaq qayıtsalar yaxşıdır əlbəttə. Qalanlar isə yenə orada bizim millətimizi, dövlətimizi tanınacaqlar. Ancaq şükürlər olsun ki, təhsilini başa vuranların əksəriyyəti vətənə qayıdırlar. Vətənin dövlət və qeyri-dövlət orqanlarına, təşkilatlarına xidmət edirlər və biz buna sevinirik. Budapeştdə keçirilən Mən Gənc Səfirim adlı forum çərçivəsində gənclər müxtəlif ölkələrdəki səfirlərlə görüşdülər. Görüşdə Azərbaycanın Macaristandakı səfiri Vilayət Quliyev, Almaniyadakı səfiri Pərviz Şahbazov, Litvadakı səfiri Həsən Məmmədzadə, Avstriyadakı səfiri Qalib İsrafilov, İtaliyadakı səfiri Vaqif Sadıxov, Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Polşadakı səfiri Həsən Həsənov və Ukraynadakı səfiri Eynullah Mədətli iştirak ediblər. Səfirlərin hər biri daim intellektual, geniş dünya görüşünə malik, təhsil aldıqları sahəni dərinliklərinə kimi bilən, aktiv gənclərin Azərbaycanın gələcəyinə yönələn böyük potensial olduğunu bildirdilər. Hansı ölkədə təhsil almalarından asılı olmayaraq, mənsub olduqları ölkə haqqında dərin biliklər, geniş dünya görüşü onlara səfir kimi yetişməkdə yardımcı olacağı vurğulanıb. Həm forumda, həm gənclərin təşkilatlarında təşkil etdiyi iclaslarda iştirak etmişəm. Ümumiyyətlə, mənim gənclərlə münasibətim çox yaxındır. Gəncliyin axı bir müsbət xüsusiyyətlərin içərisində bir mənfi xüsusiyyəti var. O mənfi xüsusiyyət də ondan ibarətdir ki, gənclik tez keçir. Çox tez keçir. Və tez keçdiyi halda insan həmişə o gəncliyi xoş sözlərlə, xoş duyğularla, xoş fikirlərlə xatırlayır. Və bəlkə də bu gənclərlə ünsiyyət o gənclikdən əl çəkməmək içərisində bir hissi ehtiva edir. Ona görə gənclərlə ünsiyyətdə olaraq özün də gəncləşirsən. Nəzərə alaraq ki, mən ali məktəbdə işləyirəm, gənclərin içərisində işləyirəm. Bu əlavə bir təkandır, əlavə bir imkandır ki, gənclərlə ünsiyyətdə olmaq. Və bilirsiniz, bəlkə də bu ən vacib işlərdən biridir bu saat Azərbaycanda. Azərbaycan gəncdir. Gəncliyimiz Azərbaycana sahib çıxmalıdır. Azərbaycan istedadlıdır. Gənclərimiz həddindən artıq istedadlıdır. Mən bir gün burada forumda da bunu qeyd etdim ki, Azərbaycan gəncliyi dünya gəncləri içərisində rəqabətdə çox yüksək səviyyədədir. Tədbirin ən önəmli hissəsi bu qədər fərqli təcrübəyə malik, bu qədər fərqli dünya görüşlərinə malik olan gənclərimizin, hansılar ki 27 ölkədə təhsil alırlar və onların sayı 250 nəfərdir, bu tədbirdə formalaşmasıdır. Çünki burada əməkdaşlıqlar qurulur. Bu əməkdaşlıqlar tək bu gənclərin həyatında deyil, gələcəkdə dövlətimizin də həyatında çox önəmli yerə oynayacaqdır. Nəyə görə? Çünki təbii bir instinktiv bir his var ki, insan tək olanda özünü daha zəif hiss edir. Çox insanın potensialı az insana görə daha üstündür. Və burada bəlkə də bu tədbirə qədər öz sahəsində özünü yalnız hiss edən hansısa bir gənc artıq bu tədbirdən sonra özünə bir ideyasını reallaşdırmağı ilə bağlı ən az bir 250 yeni partnyor taparaq ayrılır.
Və bu baxımdan gənclərin şəbəkələşməsi, onların bir arada olması, həm onların şəxsi karyera maraqları ilə bağlı, həm də ölkəmizin ümumi maraqları ilə bağlı bərabər hərəkət etməsi gələcəkdə çox önəmlidir. Bəzən sual verilir ki, məsələn, 2 günlük, 3 günlük forumlarda insanlar hansı bilikləri əldə edirlər? Və biz hər zaman cavab veririk ki, nə 2 günlük tədbirdə nə insanın akademik təcrübələrini artırmaq mümkündür. Heç bir həftəlik, 10 günlük tədbirdə də bunu artırmaq mümkündür. Amma 2 günlük bir forumda bir insanın ömür boyu onu irəliyə doğru aparacaq vizyonunun formalaşması mümkündür. Çünki bəzən gənclərimiz təhsil alır, amma ölkəmizin gələcəyini onlar necə görmək istəyir? Bu məsələlərdə də onların fikirlərinin indidən dinlənilməsi vacibdir. Çünki bugün artıq Azərbaycanda gənclər siyasəti ön plandadır, gündəmdədir və artıq bu reallıq qəbul olunur ki, gənclər necə ki böyüklərdən öyrənir, böyüklərin də gənclərdən öyrənməsi artıq günün reallığıdır. Çünki hər gün daha çox insan gənc peşəkarlara etibar edir. Bugün Azərbaycanda gənc mühəndislər çox rəğbət qazanır, gənc həkimlər çox rəğbət qazanır, gənc siyasətçilər çox rəğbət qazanır. Yəni artıq əgər Sovet dövründə tam əksinə, əgər bir insan gənc idisə, hələ bu yetərincə peşəkar deyilib keçilirdisə, artıq tam əksinə insanlar ayrı-ayrı sahələrdə gənc kadrların axtarışındadır. Yenilik daim olmalıdır. Hər bir yeniləşmə prosesi o illərin gənclərindən başlayır. Hər nəsil belə hesab edir. Məhz 60-cı illərin gəncləri üçün ölkənin tarixi bu nəsildən, 80-ci illərin gəncləri üçün isə onlardan başlayır. Lakin yeniləşərək milli dəyərlərə sadiq qalmaq lazımdır. Məhz o an sağlam və parlaq gələcəyi olan inkişafdan danışmaq olar. Hər bir gənc bilir ki, təhsil aldığı ölkədə o gənc bir səfirdir. Məhz bu səbəbdən keçən ilki forumun məntiqi davamı olaraq bu il mən gənc səfirəm şüarı altında Asayev Budapeştdə, Macarıstanın paytaxtı olan Budapeştdə ikinci beynəlxalq forumunu təşkil etmək qərarı aldı. Bilirik ki, Budapeştin parlamenti öz-özlüyündə çox gözəl bir binadır, həqiqətən dünyanın ən gözəl, ən qədim parlamentlərindən biridir və bu Azərbaycan gəncləri üçün çox gözəl bir şansdır ki, bir daha biz ictimaiyyətə onu göstərək ki, doğrudan Azərbaycanın çox parlaq gəncləri var. Azərbaycanın elə gəncləri var ki, tələbə olmaqlarına baxmayaraq, vəsaitlərinin bir qismini özləri tərəfindən ödəyərək, o hissi, o iştirak etmə duyğusunu, istəyini özlərində hiss edərək, bu günlərim onlar Asayev Budapeşt forumunda iştirak edəcəklər. Forumu çox bəyənirəm. Artıq ikinci ildir dəvət alıb bura gəlirik. Çox yüksək səviyyədə təşkil olunub, təşkilat baxımından. Birbaşa forumu təşkil edən Asayev təşkilatına və Azərbaycan Respublikası Prezident aparatına təşəkkürümü bildirmək istəyirəm belə bir imkan üçün. Bu, tələbələrlə, gənclərlə təmasda olmaq üçün çox gözəl bir imkandır. Bizim gənclərimiz çox aktual suallar verirlər, çox vacib mövzulara toxunurlar. Bir iş adamı kimi bizim üçün bu çox vacibdir, belə bir təmasda olmaq. Macarıstanın paytaxtı Budapeştdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirdiyi Mən Gənc Səfirəm adlı forumun sonuncu günü bir sıra mövzularla bağlı panel iclaslar keçirilmişdi. İclaslarda çıxış edənlər dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan Azərbaycanlı gənclərin təşkilatlanma məsələsinin vacib olduğunu bildirmişlər. Qeyd olunmuşdu ki, məhz bu cür forumların təşkili Azərbaycanlı gənclərin diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılmasında müstəsna rol oynayır. Tədbirdə müzakirə və dialoqların çox səmərəli keçdiyi vurğulanmış, Azərbaycan gənclərinin daha həmrəy olmasını vacibliyi qeyd edilmişdi. İclaslarda Azərbaycanı güclü təbliğ etməyin yolları müzakirə olunmuş, gəncləri maraqlandıran suallar cavablandırılmışdı. Bu Asayevin forumu da məhz bu deyilmiş prezident tərəfindən deyilən şüarın, yəni bu foruma toplaşanlar əslində bizim
xaricdə oxuyan və insan kapitalımızdır, tələbələrimiz. Və onlarla daimi iş aparmaq, onları bir yerə toplayıb, onların problemləri ilə maraqlanmaq, onlarla bağlı hansı bir birgə tədbirlərin təşkilinə diqqət ayırmaq çox mühümdür. Və mən çox sevinirəm ki, bu forumda iştirak edirəm, məni də dəvət ediblər və bu gənclərlə söhbət etmək, onların fikirlərini bilmək, problemlərini dinləmək və hər hansı bir artıq öz təcrübəmizdən irəli gələn məsələlərdə onlara faydalı olmaq çox gözəl bir hissdir. Bu günləri Azərbaycanın müstəqilliyinin 20 il ərəfəsidir, 20 illiyi qeyd olunur bütün istiqamətlərdə. Və təbii ki, bu müstəqilliyin qoruyub saxlanmasında, dövlətçiliyin qoruyub saxlanmasında gənclərimizin çox böyük rolu var. Və Prezident İlham Əliyev bütün çıxışlarında, bütün görüşlərində Azərbaycan gəncliyinin xüsusi olaraq rolunu vurğulayır. Və belə bir forumların, yəni bizim Azərbaycandan kənarda oxuyan tələbələrinin forumunun həyata keçirilməsi təbii ki, Azərbaycanın nə qədər qüdrətli və güclü olmasını göstərir. Yəni, siz təsəvvür eləyin, bəlkə də 10 il, 15 il bundan əvvəl bizim belə bir fikrimiz və imkanlarımız da olmazdı ki, biz Budapeştdə, Strasburqda, Brüsseldə, Berlində belə bir tədbirlərin forumunu həyata keçirir. Əsas məsələ bundan ibarətdir ki, bu günləri bizim gənclərimizin Azərbaycan üçün çox böyük önəmi var. ASAIF-in keçirdiyi, hazırladığı forumlar həmişə maraqlı olur. Xüsusilə mən vurğulamaq istəyərdim forumların adları, çünki xüsusi diqqətlə seçilir. Məsəl üçün, keçən dəfə seçilən forumun adı Azərbaycan sənin ağlından interaktiv faydalansın adlanırdı. Bu dəfə də adı hər kəsin diqqət mərkəzində oldu. Mən gənc səfirəm. Ad bir çox forumun istiqamətində əsas mövzularını müəyyənləşdirir. Xaricdə təhsil alan hər bir tələbə eyni zamanda səfirdir, ölkəsini orada təqdim edir. Çünki bir çox hallarda olur ki, xaricdə qarşılaşdığımız insanların gördüyü ilk və son Azərbaycanlı siz olursunuz. Ona görə də necə fikir yaratdınız, nə ilə diqqət çəkdiniz, onların beynində qalır ki, Azərbaycanlılar belədir. Yəni, bir nəfər üzərinə fikir yürüdürlər. Ona görə də borcumuzdur ki, Azərbaycanlılar yalnız gözəl sözlərə layiq görülsünlər. ASAIF-in sayca ikinci beynəlxalq yığıncağı olan Budapeşt forumu dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl bir vasitədir. Sevindirici haldır ki, gənclərinizin xaricdə yaşadığı müddət ərzində vətəninizin adını qorumaq, ölkənizi layiqincə təmsil etmək, dünya miqyasında Azərbaycanın yüksək imicini qoruyub saxlamaq onların əsas amalına çevrilir. Ümid edirəm ki, Azərbaycanlı gənclərin təhsil aldıqları ölkələrdən asılı olmayaraq, milli mədəniyyətinizi, mənəviyyatınızı, dilinizi, dininizi, soy köklərinizi və adət-ənənələrinizi unutmayacaq, ölkənizin güclənməsi naminə əllərindən gələni edəcəklər. Azərbaycan həqiqətlərini, Azərbaycanın problemlərini, eyni zamanda ölkənizin artan nüfuzunu, önəmini dünya ictimaiyyətinə çatdırmaq əlbəttə ki, siz gənclərin əsas amallarından birinə çevriləcək. Bugün doğrudan da əlamətlər gündür. Bütün Avropada oxuyan gənclər hamısı Budapeştdə yığışıblar. Mən bunu yüksək qiymətləyirəm, çünki burada tədbir elə məqsəd odur ki, tələbələr arasında münasibətlər, isti münasibətlər yaransın və onlar bir-biri ilə əlaqədə olsunlar. Və bu da gələcəkdə hər bir gəncin, Avropada istər Azərbaycanda yaşayan gəncin, yəni bir-biri ilə əlaqəsini daha da asanlaşdırır. Azərbaycan Respublikasının prezidentinin siyasətidir. Xarici təhsil alan və məzun olmuş Azərbaycanlı tələbələr beynəlxalq forum olaraq, ASAIF olaraq 2 ikinci ildir ki, rəsmi fəaliyyətini göstərir. Və bu illər ərzində Azərbaycan tələbəsinin, Azərbaycan gəncinin səsi
Viyanadan, Berlindən, Parisdən, Brüsseldən, Afinadan, Londondan, ondan sonra Strasburgdan, indi Budapeştdən, növbəti il Romadan və digər şəhərlərdən gəlir və bu gözəl bir layihədir. Çox qürur verici bir haldır ki, ilkini Avropanın mərkəzlərindən olan Fransanın Strasburg şəhərinin Avropa Şurasında keçirdiyimiz forumun ikincisi məhz dünyanın ən gözəl parlamentlərindən biri deməzdim, hətta bəlkə də dünyanın ən gözəl parlament və ən tarixi binalarından biri olan Macarıstan parlamentində keçirilməsi həqiqətən də çox gözəl bir haldır. Bugün Azərbaycan gəncləri artıq bayaq rəsmi açılışda çox gözəl bir söz işlədildi. Sözün yaxşı mənasında artıq çərçivələrindən çıxıblar. Bugün Azərbaycan gənci, bu 30-dan çox ölkədə təhsil alan Azərbaycan gənci şəxsi vəsait hesabına ASAIF-in Macarıstan forumuna gəlmişdi və belə gözəl bir binada rəsmi açılış mərasimini biz keçirdik. Səhər qeyd etmək istərdim ki, forum özüşünə bugün səhər başlamışdı. Səfirlərlə, 8 ölkədə olan səfirlərimizlə gənclərin çox gözəl fikir mübadiləsi aparıldı. Mən istəyirəm bir qədər sizə ASAIF-in yaranmasından danışım. ASAIF artıq 10 ildən artıqdır ki, fəaliyyət göstərən bir təşkilatdır. Əlbəttə ki, son 2 ildə daha çox fəaliyyət göstərməyə başlamışdır və fəaliyyət dairəsi daha da genişlənmişdir və getdikcə genişlənməkdədir. Lakin ASAIF təxminən gənclərimizin ölkəmin müstəqillik əldə etdikdən sonra xaricə axını ilə başlayan, yəni təbii bir prosesin nəticəsində yaranmışdır. İlk dəfə olaraq ASAIF-in forumları 2001-ci ildə keçirilmişdir. Yəni xaricdə təhsil alan Azərbaycanlı tələbələrin Bakıda forumu keçirilmişdir. Yəni təxminən 11 il bundan qabaq. O vaxtdan sonra hər il Bakıda, yəni yay aylarında ASAIF-in forumları keçirilmişdir. Forumun son günü xaricdə təhsil alan Azərbaycanlı gənclərin təşkilatlanma, diaspor və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması, baxış və perspektivlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu, xaricdə təhsil, insan kapitalının geri dönüşü və karyera imkanları, sosial şəbəkələr və KİV-in gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasındakı rolu üzrə mövzuların müzakirəsi ilə başa çatıb. Mən bu forumda gördüklərimdən çox sevindim. İlk dəfə idi ki, bu qədər hədəflərini yaxşı bilən, vətənini sevən, xaricdə təhsil almış gənci bir arada görürəm. Bugün əminliklə demək olar ki, bu gənclər müasir idarəetmə texnologiyalarının əvəz edilməz fondudular. Əgər 10-15 il əvvəl Azərbaycandan qərbə doğru beyin axını var idisə, indi əksinə Amerika, Avropa və Türkiyənin aparıcı mütəxəssisləri çalışmaq üçün Azərbaycana gəlir. İşsizlik probleminin ciddi olduğu Amerikalı və Avropalı mütəxəssislər Azərbaycana çalışmağa can atırlar. Artıq bu gənclərin həmin yerləri tutmağınızın vaxtı gəlib çatıb. Əminəm ki, xaricdəki təhsilini başa vurduqdan sonra vətənə dönərək bu insanlar onun daha da qüdrətlənməsinə xidmət edəcəklər. Dinamik templə inkişaf edən Azərbaycan iqtisadiyyatının bu cür gənclərə hər zaman ehtiyacı var. Bugün ASAIF sıralarında gənc həkimlər, politoloqlar, iqtisadçılar, psixoloqlar, hüquqşünaslar, genetiklər, mühəndislər, riyaziyyatçılar, bioloqlar, jurnalistlər və bir çox digər ixtisaslara malik peşəkar gənclər var. Bu gənclər təhsillərini dünyanın ən qabaqcıl ali təhsil ocaqlarında tamamlamış, bir qismi isə hal-hazırda davam etdirməkdədirlər. Hər bir ASAIF nümayəndəsinin düşüncəsində dünyanın ən qabaqcıl bilikləri və təhsili ilə yanaşı Azərbaycanın təmsili, vətənin inkişafı və çiçəklənməsi var. ASAIF Azərbaycanı sevən və onun gələcəyi öz əllərində inşa etməyə hazır olan gənc peşəkar mütəxəssisləri özündə cəm edir və onlardan da öz yardımını əsirgəmir. Budapeşt forumu çox önəmli bir forumdur ASAIF tərəfindən keçirilən və mən hesab edirəm ki, ümumiyyətlə Azərbaycan gəncliyinin xaricdə təhsil alan insanların bir araya gəlməsi, məzun olmuş insanlarla hal-hazırda təhsil alan insanların təcrübələrini bölüşməsi, Azərbaycan hökumətinin nümayəndələri, xaricdə bizim akreditasiya olunmuş səfirlərimizin bu yüksək səviyyəli tədbirdə iştirakı, insanlara, xüsusilə gənclərə, xaricdə təhsil alan gənclərə öz fikirlərini bildirməyə imkan yaradılması,
Bu çox önəmli və vacib bir faktordur. Çünki ölkənin gələcəyi hər zaman bildiyimiz kimi gənclərdən asılıdır. Və hər il müxtəlif ölkədə keçirilməsi də eyni zamanda həm o ölkə ilə Azərbaycan arasında münasibətlərin inkişafında məhz bugün adından da bildiyimiz kimi mən gənc səfirəm devizinin reallıqla bərabər olmasına imkan verir. Çünki bu insanlar həqiqətən də bir elçi kimi, bir səfir kimi, bir mədəniyyət nümayəndəsi kimi, bir gənc təbliğatçı kimi ölkələr arasında münasibətlər inkişafında da xüsusi rol oynayırlar. Bugün parlamentin nümayəndəsi kimi biz 3 nəfər parlamentin üzvü burada sizinlə birlikdə hörmətli Ceyhun müəllim, hörmətli Fuad müəllim və mən. Kənardan baxsalar deyərlər onlar da tələbədir. Buna ki, bugün Azərbaycanın parlamentinin bugün Elnur müəllim çox gözəl, yüksək səviyyədə çıxış etdi. İndi Elnur müəllim ən yüksək vəzifələrdə fəaliyyət göstərir. Gəncliyə öz sözünü demək iqtidarında olan bir gəncdir. Bu Azərbaycan Respublikasının prezidentinin siyasətidir. Ona görə bu istiqamətdə işlərimiz düzgün gedir. Görkəmli şəxsiyyətlərin, tanınmış simaların, xaricdə təhsil alan saysız-hesabsız tələbənin və cəmiyyətdə öz sözünü demiş insanların qatıldığı forumda hər kəs söz alaraq Asayevin fəaliyyətini işıqlandırmağa çalışdı. Xaricdə təhsil alan gənclərimizin fəaliyyətini yüksək qiymətləndirən qonaqlar bu işdən məmnunluqlarını da dilə gətirdilər. Və ilk dəfə idi ki, bu qədər hədəflərini yaxşı bilən, vətənini sevən, xaricdə təhsil almış gənci bir arada gördüklərinə təəccüblərini də gizlətmədilər. Mən bu tədbiri alqışlayıram və həqiqətən də dünənki parlamentdə bizim toplantımızdan başlayaraq bütün bu tədbirdə iştirak edən həm Prezident Administrasiyasının nümayəndələri, həm böyük səfirlərimiz, həm böyük başlı qonaqlarımız da var idi. Bu onu göstərir ki, nə qədər bu tədbir dəyərli bir tədbirdir və nə qədər əhəmiyyət kəsb edir ölkəmiz üçün. İnanıram ki, bizim gənclər bu xarici ölkələrdə oxuyub, daha sonra vətənlərinə qayıdaraq vətənləri üçün çox böyük işlər görə bilərlər. Bu ISAF-ın Macarıstan forumu doğrudan da çox yüksək səviyyədə keçirilir. Müxtəlif xarici ölkələrdən Azərbaycanlı gənclərimiz bura təşrif buyurublar. Fikrimcə belə bir faydalı və xoş forumun keçirilməsi çox mühümdür. Bunun çoxlu müsbət cəhətləri var. Fikrimcə ən müsbət cəhətlərdən olan biri, biz burada yeni insanlarla tanış olduq, bir-birimizə məsləhətlər verdik, təcrübələrimizlə bölüşdük, xaricdə necə yaşamaq, ölkəmizi necə daha da fəal təmsil etmək və bundan da əlavə bizim dəyərli millət vəkillərimizlə, sədrlərimizlə, səfirlərimizlə görüşlərimiz oldu. Mən bugünkü forumda bir səbəbi iştirak etmirəm. Öncədən mən Avropanın bəzi şəhərindəki orqanizə olunmuş forumlarda iştirak etdim və bugün mən həqiqətən yeni simalar gördüm. Uşaqlar buna çox sevindim. Bu ona göstərir ki, Azərbaycanlı tələbələrin Avropaya gəlmə marağı daha da artıb. Yəni öncədən bu əsasən də mən bunun səbəbi bu prezident proqramının olduğu üçündür məncə. Ona görə ki, yəni mən yeni tələbələr görürəm ki, bu prezident proqramı ilə Avropaya gəlir. Mən hal-hazırda Viyana şəhərində yaşayıram. Mən orada oxumuşam, universitet bitirmişəm. Hal-hazırda mən Viyana şəhərində işləyirəm. Mən də dövlət proqramı ilə magistratura pilləsinə oxumağa gəlmişəm Viyanaya. Və mənim fikrimcə bu mənə böyük bir şans verdi həyatda ki, mən istədiyimə nail ola bildim. Mən Azərbaycanı çox sevirəm, Azərbaycanlı olmağımla hər zaman fəxr edirəm. Hər zaman xaricdə qısa zaman olduğuma və eyni zamanda uzun müddət olduğuma oxumaq. Bizim hər bir təhsilimiz bu gənclərin xaricdə bir təmsildir və biz eyni zamanda öz ölkəmizi təmsil edirik. Bizə verilən ilk suallar, yəni siz haralısınız? Biz Azərbaycanlıyıq deyirik. Rotterdam, Niderland Krallığının şəhərində Erasmus Universitetində təhsil alıram. 91-ci ildə
Bakıda anadan olmuşam. Bakı Özəl Türk Liseyindən məzun olmuşam 2008-ci ildə. Oradan sonra da indi təhsil aldığım universitetə daxil olmuşam. Bu iştirak elədiyim sadəcə ikinci belə deyək, böyük miqyaslı Asayiv forumudur. İlki Bakıda bu ayın avqustunda keçirilmişdi. Necə deyirlər, getdikcə görürük ki, necə inkişaf eləyib forum, daha da miqyası böyüyüb. Deyirlər, haradasa 30 və yaxın ölkədən tələbə iştirak edir. Azərbaycandan dövlət rəsmiləri, Macarıstanın dövlət rəsmiləri iştirak edir. Bu tələbələrə nə verir? Mən deyərdim, tələbələrə əsas verir ki, fərqli ölkələrdən fərqli tələbələr öz təcrübələrini paylaşırlar. Ondan sonra Azərbaycandan gələn tələbələr əlləri var ki, təhsillərini Avropada davam etdirmək istəyənlər məsləhətlər alırlar, necə deyirlər, özlərinə kontaktlar burada qazanırlar, dostlar qazanırlar. Sonra Azərbaycandakı bu xaricdə oxuyan tələbələr Azərbaycandakı iş imkanları ilə, xüsusən də dövlət hesabına burada təhsil alan tələbələr ondan sonra vətənə qayıdıb, necə deyirlər, öz biliklərini, teoriyada öyrəndiklərini praktikaya, Azərbaycanın inkişafına necə yararda bulunacaqların, necə deyirlər, yollarını burada axtarırıq. Bu Azərbaycan Respublikasının prezidentinin siyasətidir. On 15 il əvvəl ölkəmizdən qərbə doğru beyin axını var idisə, indi əksinə Amerika, Avropa və Türkiyənin aparıcı mütəxəssisləri çalışmaq üçün Azərbaycana gəlirlər. Forumun qonaqları bugün xarici ölkələrdə təhsil alan minlərlə Azərbaycanlı tələbəni təhsillərini bitirdikdən sonra yenidən vətənə dönməyə çağırdılar və öz biliyi və bacarıqlarından burada, Azərbaycanda istifadə etmələrini önəmli bilib, vətənə və millətimizə xidmət etməyə səslədilər. Həqiqətən də bu günləri biz bu tədbirdə iştirakdan mən şəxsən çox qürur və iftixar hissi keçirirəm ki, artıq Azərbaycan gəncliyi Avropanın bir çox tanınmış universitetlərində təhsil alırlar və orada Azərbaycanı layiqincə təmsil edirlər. İstər onlar həmin universitetdə təhsil aldıqları təhsil müddətində və ondan sonraki ictimai siyasi həyatda da həyata keçirdikləri tədbirlərlə əsl Azərbaycançılıq nümunəsi göstərirlər. Əsl ümumi liderimizin bəyan elədiyi Azərbaycançılıq fəlsəfəsinə uyğun işlər həyata keçirirlər və belə bir söz var idi. Deyirdilər ki, köhnə çinar yerini indi şam ağacına veribdir. Yəni, şam ağacı da o deməkdir ki, şam ağacının o qədər dərin kökləri yoxdur. Və indi həmin məhz bizim bu gənclər vasitəsilə, bizim bu çinarlarımız vasitəsilə biz Avropaya yerləşirik və Azərbaycanın bir çox xarici ölkələrdə təmsil edən bizim gənclərimiz yetişir. Mahnılar quşuram bu cəmalına, geçmişimdə qalıb kədərim mənim. Gündüzüm kimidir gecələrimdə, ayaq izlərim var küçələrimdə. Bu yığıncaqlar artıq ənənəvi olub və burada gənclərin problemləri, onların təhsillə bağlı hansısa bir fikirləri, onların gələcəkləri barədə müzakirələr, diskussiyalar aparılır. Onların Azərbaycanı xaricdə, bildiyiniz kimi forumun adı mən gənc səfirəm, xaricdə Azərbaycanı tanıtmaq, Azərbaycanı təbliğ etmək, Dağlıq Qarabağ problemi barədə, həqiqəti dünya ictimaiyyətinə çatdırmaq barəsində mövzular ətrafında fikir mübadiləsi keçirilir. Tədbirin olduqca böyük əhəmiyyəti vardır. Belə bir anlayış artıq dünyada formalaşmışdır və getdikcə daha da öz əsasını tapmaqdadır ki, ən sağlam kapital təhsilə qoyulan kapitaldır. Bugün burada iştirak edən gənclərin öz, belə deyək, keçdikləri təhsil yoluna baxsaq, universitetlərdə qazandıqları yollarına baxsaq, əminliklə söyləmək olar ki, bir neçə ildən sonra Azərbaycanın təhsil sahəsinə qoyduğu kapital, təhsil sahəsinə yatırdığı sərmayə öz bəhrəsini verəcəkdir.
Çox qürur verici faktor ondan ibarətdir ki, Azərbaycandan xaricdə təhsil alan tələbələr öz təhsil sahələrində, təhsil müəssisələrində olduqca yaxşı nəticələr əldə edirlər. Və bu nəticələrin əldə olunması onu göstərir ki, bir neçə ildən sonra güclü şəkildə Azərbaycana axın edəcək beyin kapitalı artıq Azərbaycanın istər iqtisadi sahəsində, istər belə deyək, təhsil sahəsində, istər tibb sahəsində, yəni istənilən sahədə güclü bir təkənə səbəb olacaqdır. Böyük bir əlamətdar gündür biz incəsənət ustaları içində. Deməli, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və ASAIF-in birgə təşkil etdiyi Mən Gənc Səfirəm Beynəlxalq Gənclər Forumunun biz də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı olaraq iştirakçısıyıq və bundan çox məğrurluq və qürur duyuruq. Və öz rəqs töhfələrimizlə tamaşaçıları heyran edirik və bu alqışları da siz hiss edirsiniz ki, zalda bu dəqiqə gözəl bir əhval-ruhiyyə var və üzümü tuturam ekranda olan tamaşaçılara və Budapeştdən hamınızı salamlayıram. Bugünkü forumdakı görüşümüz onu göstərdi ki, Avropada oxuyan tələbələrimiz sözün əsl mənasında puxtələşmiş bir gənclikdir və maraqlı ondan ibarət ki, Avropada yaşayaraq onlar Azərbaycan mənliklərini, Azərbaycan dövlətinin və millətin maraqlarını nəinki unutmayıblar, onu ön plana çəkirlər və ön plana çəkərək onlar çalışırlar ki, özlərinin qazandığı bilikləri Azərbaycanda reallaşdırsınlar və bu təqdirə layiqdir. Polşada və Vroslavda oxuyan tələbələr mütəşəkkildirlər. Onlar müəyyən dərəcədə təşkilatlanıblar və Azərbaycanın təbliğatında böyük rol oynayırlar və son tədbirləri də Xocalı hadisələrinə həsr olunmuşdur. İstər Varşavada, istər də Vroslavda onlar çox aktiv çıxış edilər və Xocalı problemini ictimaiyyətə çatdırmağa çalışdılar. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyeva da ASAIF-in Macarıstanın paytaxtı Budapeştdə keçirilən forumunun iştirakçılarına müraciət edib. O, Azərbaycanlıların bu birlik gününü təbrik edərək bildirib ki, Azərbaycan həqiqətlərinin Avropanın siyasi institutlarında gənclərin təşəbbüsü ilə müzakirəyə çıxarılması, tələbələrimizin Azərbaycanın bugün və gələcəyi ilə bağlı fikir mübadiləsi aparması, ölkəmizin xaricdə tanınması üçün böyük əhəmiyyət daşıyır. Bu il də artıq ASAIF-in ikinci beynəlxalq forumudur. Keçən il Strasburgda oldu bu forum. Bu il isə ASAIF-in Budapeşt forumunda Leyla xanımın təbriki və müraciəti səsləndi. Təbrikdə tövsiyə olunurdu ki, xaricdə fəaliyyət göstərən tələbə təşkilatları və gənclərin diaspora təşkilatlarında yeni qüvvələrin cəlb olunması mütləqdir. Təşkilatların inkişafı üçün yerli kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar, həmən ölkələrdə fəaliyyət göstərən gənclər təşkilatı, ictimai birliklər, onlarla mütləq əməkdaşlıq təşkilatın, Azərbaycan təşkilatlarının inkişafı üçün mütləqdir. Bunu Leyla xanım müraciətində bildirdi. Biz də onun təşəbbüsü ilə 10 nəfər nümayəndə heyəti ilə forumda iştirak etdik. Bu artıq ASAIF-in 8-ci forumudur. Biz bu forumlarda digər dövlətlərdə də keçirilən tədbirlərdə iştirak eləmişik. Budapeşt şəhərində də keçirilməsi çox önəmli bir məsələdir. Yəni Şərqi Avropanın mərkəzi şəhərlərində olan bir şəhərdə belə bir forumun təşkili düşünürəm ki, bizim xaricdə təhsil alan və fəaliyyət göstərən tələbələr üçün çox önəmli idi. Ümumiyyətlə Azərbaycan tələbələrinin xaricdə təşkilatlanması və onların lobbiçi fəaliyyəti,
onların Azərbaycanın təbliği sahəsində gördükləri işin təşkili üçün bu kimi forumların keçirilməsi çox önəmlidir. Bu tədbirlərdə tələbələr və gənclər dövlət rəsmilərinə, dövlət nümayəndələrinə öz suallarını, öz məsələlərini, öz problemlərini açıb deyə bilirlər, onlara müraciət edə bilirlər. ASAIF-in sayca ikinci beynəlxalq yığıncağı olan Budapeşt forumu dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl şərait yaratdı. Forumda iştirak edən gənclər xaricdə yaşadıkları müddət ərzində vətənin adını qorumağı, ölkəmizi layiqincə təmsil etməyi, dünya miqyasında Azərbaycanın yüksək imicini qoruyub saxlamağı özlərinə borc bilib, öz amallarına çevirəcəklərinə də söz verdilər. Bundan əlavə, yalnız burada təhsil almaqla kifayətlənməyib, milli mədəniyyətimizi, mənəviyyatımızı, dilimizi, dinimiz və soy kökümüzü, adət-ənənələrimizi üstün tutacaqlarını, ölkəmizin güclənməsi naminə əllərindən gələn edəcəklərini də xüsusi vurğuladılar. Əlbəttə bu kimi forumun keçirilməsi böyük bir uğurdur, böyük bir nailiyyətdir və mən forumun təşkilatçılarına və forumun iştirakçılarına minnətdarlığımı bildirirəm ki, məni İtaliyada Azərbaycanın səfiri kimi dəvət ediblər. Belə bir forumların önəmliyi ondan ibarətdir ki, biz formalaşmaqda olan Azərbaycan diasporasının ən aparıcı hissəsi olan Azərbaycan gənclərini biz yığa bilirik bir yerə. İndi Azərbaycan gəncləri dünyanın hər bir yerində oxuyurlar, təhsil alırlar, qalırlar, işləyirlər və s. Biz də buna sevinirik. Nə qədər çox Azərbaycanlı xarici ölkələrdə olsa, o qədər də bizim işimizin xeyrinədir. Əlbəttə tələbələr bizim təbliğatımızı Azərbaycan haqqında, Azərbaycanın tarixi, mədəniyyəti, siyasəti, iqtisadiyyatının haqqında danışan, məlumatı təqdim edən bir önəmli bir bizim cəmiyyətimizin bir hissəsidir. Ümumiyyətlə mən demək istərdim ki, belə bir forumun keçirilməsi çox mühüm bir tədbirdir. Nəyə görə? Tələbələrə imkan yaranılır ki, onlar gəlsinlər, bir yerdə yığışsınlar. Bu bir. Fikir mübadiləsi aparsınlar. 2. Səfirlərlə görüşsünlər. 3. Çoxlu suallar əmələ gəlir. Həmin suallara cavab almaq istəyirlər. Bizim də onlara suallarımız var və sözsüz belə bir tədbirlər həmişə faydalı olur və bu tədbirdə mən belə hesab edirəm ki, bugün biz artıq səfirlərlə görüş keçirildi, tələbələrlə, tələbə təşkilatlarının nümayəndələri ilə və mən hesab edirəm ki, çox faydalı bir görüş oldu. Britaniyada 1000-ə yaxın Azərbaycanlı tələbə var. Onlar deməli Britaniyanın digər universitetlərində təhsil alırlar. Eyni zamanda onların 156 nəfəri dövlət təqaüdü ilə oxuyurlar. Bizim Britaniyada təhsil alan tələbələr çox fəaldılar, yaxşı təşkilatlanıblar. 10 tələbə təşkilatı fəaliyyət göstərir. Artıq bu il ikinci dəfədir ki, xaricdə, xüsusilə də Avropada təhsil alan tələbələrlə görüş keçirilir. Bu görüşlərdə Azərbaycanın dövlət orqanlarından nümayəndələr iştirak edirlər. Görüşün məqsədi gənclərimizin ümumi problemləri ilə yaxından tanış olmaq, onların dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunmasında iştirak etməkdir. Bu olduqca vacibdir. Azərbaycan günü-gündən inkişaf edir. Dövlətin gənclər siyasətinə diqqəti artır. Bu müasir trenddir, tendensiyadır. Biz də ölkə içərisində olduğu kimi ölkədən kənarda da olan gənclərimizlə sıx təmaslarda olmalıyıq. Bunu ayrı-ayrılıqda səfirliklər də eləyirlər, amma bu formatda səfirliklərin də iştirakı ilə və müxtəlif ölkələrdən tələbələrin bir araya gəlib öz aralarında bir şəbəkələşmə siyasətində özündə ihtiyar edən bir görüşün keçirilməsi xüsusilə əhəmiyyətlidir. Dinamik templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatının
bugün bu cür gənclərə çox ehtiyacı var. İkinci dəfə keçirilən Asayi forumunda Qarant Sığorta, Qarant Invest şirkətləri və Bank of Azərbaycan xüsusi karyera stendi təşkil edərək xaricdə təhsil almış Azərbaycanlı gənclərə Azərbaycanda karyera imkanları təklif edir. Forumun gedişatı boyu 200-ə yaxın tələbə stendə yaxınlaşaraq şirkətlər barədə məlumat əldə etməklə yanaşı, xüsusi anketi doldurmaqla bu şirkətlərdə işə qəbul müraciət edib. Mən onu deyim ki, burada bugünkü forumda Ukraynadan da 10-12 bizim fəal tələbələrimiz iştirak edirlər. Hamını təmsil eləmək əlbəttə çox çətin bir məsələdir. Çünki Ukraynada bugün 3000-dən artıq tələbə təhsil almaqdadır. Foruma gəldikdə isə forum çox mühüm, əhəmiyyətli bir forumdur. Birinci ona görə ki, 30-a qədər ölkədən burada xaricdə təhsil alan tələbələrimiz dəvət olunublar. İkinci, burada aid nazirlər vardır, təhsil naziri, gənclər naziri. Burada tələbə gənclərin, diasporamızın çox olduğu ölkələrdəki səfirlər vardır. Və onu söyləmək istəyirəm ki, xaricdə təhsil alan və xaricdəki ali məktəblərdən məzun olan tələbələrin təşkilatı Asayiv bu çox uzağa hesablanmış bir məqsəd yönlü fəaliyyət göstərən təşkilat olacaqdır. Ona görə ki, bugünün tələbələri ya sabah məzun olacaq gənclər, gələcəkdə bizim dövləti, bizim hökuməti idarə edən şəxslər olacaqlar. Çox yüksək səviyyədə bir forumda biz hamımız iştirak edirik. Xaricdə oxuyan tələbələr və məzun olmuş Azərbaycan vətəndaşları. Bu çox sevindirici bir haldır. Son illərdə belə forumların sayı hədsiz artıbdır və tip sahəsində də eyni zamanda bu forumun çox böyük bir rolu var. Keçən illəri Asayifin dəstəyi ilə Almaniyanın Mannheim şəhərində ilk tip forumu keçirilmişdir və ümid edirəm ki, gələcəkdə də belə bir forumlar olacaqdır bizim sahəmiz üzrə. Və indi də demək istəyərdim ki, bugün burada da müxtəlif sahələrdə olan tələbələr və məzun olmuş Azərbaycanlılar bir yerə toplaşıbdır. Eyni zamanda tip sahəsində də Azərbaycan vətəndaşları vardır və bu çox maraqlıdır. Belə bir gələcək həkimlərlə bir araya gəlmək, onlarla fikir mübadiləsi aparmaq və ümid edirəm ki, bu forumlar gələcəkdə də davamlı olacaqdır.
Sözün açığı çox sevindirici haldır ki, Azərbaycanın gəncləri, xaricdə yaşayan, Avropada təhsil alan gənclər hamısı bir yerə yığışırlar, heç olmasa ildə bir dəfə olsa belə və bir forum çərçivəsində ən azından bir-birləri ilə şəxsən tanış olurlar, bir-birləri ilə o socializing deyilən bir şey var, yəni sosiallaşma, danışırlar, ünsiyyət qururlar. Bu mənim üçün bir gənc olaraq doğrudan da çox müsbət bir hal kimi bunu dəyərləndirirəm. Bugün biz burada toplaşmışıq ona görə ki, Asaif forumun çərçivəsində Budapeştdə konsert təşkil olunub və konsertdə Azərbaycandan çoxlu sənətçilər təşrif buyurub və konsert zamanı burada istədik ki, Macar xalqına Azərbaycan musiqisinin müxtəlifliyini biz burada nümayiş edirik. Əslində mən bu gənclərə baxanda həsəd aparıram onları, çünki ən gözəl həyat dövrünü yaşayırlar tələbəlik illərini. Xüsusən də tələbəlik illərini xaricdə keçirirlər. Ancaq çox şadam ki, heç olmasa belə qismdə, yəni aparıcı qismində onlar üçün təşkil olunmuş foruma aid konsertdə mən iştirak edirəm, aparıcı. Budapeştdə keçirilən tədbirlə bağlı deyə bilərəm ki, çox gözəl tədbir oldu. Həqiqətən iki ölkənin əməkdaşlığı demək olar ki, bizim üçün uğur gətirdi və konsertin gedişatından bilinir ki, Macarıstan gəncləri və Macarıstan əhalisi bizim gəncləri necə bəyənir və necə mehribançılıq var, bunu konsertdə gördük və bir daha sübut olmalı. Geceleri, gündüzleri, sensiz olmadı bir an bile. Bu sevgiyle yaşayıram, bu sevgiyle tanışıram. Bizim xaricdə yaşayan gəncləri gördüm. Nə çox savadlı, nə qədər ruh hissi, necə deyim, çox belə sevinirsən ki, bizim gənclərimiz inkişaf edir. Yəni hər yerdə, hər yanda dünyanın ən gözəl ali məktəblərində oxuyurlar və o demək ki, bizim gələcəyimiz doğrudan da parlaqdır, gözəldir. Ümumiyyətlə, ümidlə baxıram gələcəyə. Hər şey çox gözəldir. Mənim üçün bilirsiniz, çox xoşbəxtəm ki, gözəl mənada adəti hala çevrilib ki, dünyanın dörd tərəfində gözəl soydaşlarımızla görüşürəm, gənclərimizlə görüşürəm. Burada Avropada təhsil alan, yaşayan soydaşlarımızla görüşürəm və hər dəfə görüş çox həyəcanla keçir. Çünki burada mövzu vətən mövzusudur. Burada ən gözəl həm insani dəyərlər, həm vətən dəyərləri ortaya çıxır. Hər kəsin üzündə, baxışında, gözündə, hərəkətlərində o vətən həsrəti çox qabarıq şəkildə görsənir. Bütün bu çabalar, bütün bu mücadilələr gözəl bir nəticəyə gəlsin. Və ən böyük nəticəmiz bizim Qarabağımızı qaytarmaq olacaq. Bakıya oxşadıram onu. Budapeştdə çox oxşayır Bakıya. Bəzi küçələri xatırladır doğma Bakıya. O qədər darıxıram ki, Bakı üçün. Tələbələr üçün gözəl konsert verdi. Bugün məncə hər şey gözəl alındı, ürəyincə oldu. Asayifin sayca ikinci beynəlxalq yığıncağı olan Budapeşt forumunda Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Misir Mərdanov, Prezident Administrasiyasının şöbə müdürü Elnur Aslanov, Azərbaycanın Avropa ölkələrindəki səfirləri, QHT təmsilçiləri, media rəhbərləri və sahibkarlar iştirak ediblər. Onlar da öz növbələrində xaricdə təhsil alan gənclərimizə təhsillərində və fəaliyyətlərində uğurlar arzulayıb, bu addımı Azərbaycanın gələcəyi üçün böyük uğur hesab ediblər. Əslində bu kimi tədbirlərin Azərbaycan gəncliyi tərəfindən təşkil olunması, bu doğrudan da çox əlamətlər, tarixi hadisələrdəndir. Artıq biz bilirik ki, bu kimi forumların ilk dəfə keçirilmir. Azərbaycan hökuməti, Azərbaycan prezidenti əsas prioritet istiqamətlərindən birini müəyyənləşdirib. Məhz Azərbaycanda gənclərin təhsil keyfiyyətini yaxşılaşdırmaq, Azərbaycan gənclərinin xaricdə təhsilini əldə etmək üçün bütün imkanlardan istifadə etmək, beləcə də Azərbaycan gənclərinin məhz inkişaf edərək
Azərbaycanın təbliğatçısına çevirməsi üçün müəyyən bir siyasət həyata keçirilir ki, bu siyasət nəticəsində də bu gün bax belə bir mötəbər Avropanın mərkəz şəhərlərin birində Azərbaycan gənclərinin iştirakı ilə böyük bir forum keçirilir. Düşünürəm ki, bu forum doğrudan da xaricdə oxuyan Azərbaycan tələbələrinə biraz da əlavə enerji verəcəkdir. Düşünürəm ki, onlar bir daha başa düşəcəklər ki, təhsil almaqla yanaşı olaraq onlar öz məmləkətlərini, mədəniyyətini, adət-ənənəsini, yüksək dərin tarixini həm öz həmyaşıdlarına, həm oxuduqları universitetə, həm də ki, təmsil etdikləri, yəni əcnəbi cəmiyyətinə çatdıra biləcəklər. Bu forum ərzində çox gözəl sözlər deyildi, çox maraqlı hadisələr danışıldı, amma mən Ulu öndərimiz Heydər Əliyevin çox gözəl bir sitatını xatırladım. Təhsil millətin gələcəyidir. Yəni, həqiqətən də o vaxt təməli qoyulmuş ideologiya hal-hazırda öz əksini tapır. Cənab Prezidentimiz, hörmətli İlham Əliyevin belə bir siyasəti var. Qara qızılın insan qızılına çevrilməsi. Hal-hazırda biz bunun həyatda baş verməsini, baş tutmasının canlı şahidləri olur. Mənə elə gəlir ki, çox söz, artıq söz deməyə ehtiyac yoxdur. Amma Yunanistan gənclərinin nəinki xaricdə təhsil almasının da, hətta öz ölkələrində təhsil almasına imkanları olmadığı vaxtı, başqa ölkələrdə hər yerdə böhranların olduğu vaxtı, müharibə şəraitində olan bir ölkənin vətəndaşları xaricdə təhsil alırsa və belə bir imkanlar, belə bir forumlar keçirmək şəraitləri olursa, yəni bu inkişafdan yox, işıq sürətli inkişafdan xəbər verir. – 2004-2005-ci illərdə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşam. Tələbə dövr ərzindən 3-cü ilindən yay praktikalarımı xarici ölkələrdə, ilk öncə Ankara Cəbəcik xəstəxanasında, sonra Cərrahpaşada və 4-cü ilindən sonra isə Beynəlxalq Tibb Tələbələr Assosiasiyası birliyi var. IFMC-in Azərbaycan üzrə nümayəndəliyində bir member olmuşam. Eyni zamanda Almanya Köln üzrə nümayəndəsiyəm. Asayevlə artıq bir ilə yaxındır ki, bir Asayev ailəsinin üzvüyəm. Bu günlərdə Macarıstanın Budapeşt şəhərində keçirilən xaricdə təhsil almış Azərbaycanlı gənclərin beynəlxalq forumunda iştirakımızdan çox məmnunluq hissi duyuruq. Xaricdə təhsilimizlə bağlı dövlətimizə çox borcluyuq və Kiyev şəhərində yerləşən regionlararası heyətin regionlararası heyəti idarə etmə akademiyasının məzunlarıyıq. Hal-hazırda da Şərqi Avropada təhsil alan tələbələr və məzunlar ictimai birliyini bu forumda təmsil edirik. Foruma deməli beynəlxalq təşkilatlarda çalışan bir Azərbaycanlı kimi dəvət olunmuşdum və eyni zamanda xaricdə təhsil alan məzun kimi. Forumla bağlı təbii ki, çox müsbət bir hisslər keçirirəm. Həddən artıq hesab edirəm ki, çox faydalı oldu xaricdə təhsil alan tələbələr üçün. Müxtəlif mövzulara toxunuldu və bir mövzu xüsusilə hesab edirəm ki, çox vacib oldu ki, qeyd olundu beynəlxalq təşkilatlarda Azərbaycanlıların bugün təmsil olunması ilə bağlı. Bilirsiniz ki, bugün müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanlılar təmsil olunur, amma bu say kifayət qədər deyil. Yəni, say hələ də
çox deyil. Yəni bu BMT strukturlarıdır. Avropa aid olan bir neçə beynəlxalq təşkilatlar və eləcə də digər beynəlxalq təşkilatlarda təmsil olunan Azərbaycanlılarla bağlı. Mən Qarşı Cəmiyyətinin sədriyəm, Ramiz Əmirliyəm. Yəni çox sevinirəm ki, xalqımın ən istedadlı müğənniləri, eləcə də nazirlərimiz bugün Budapeşt şəhərinə təşrif buyururlar. Çox sevindirici haldır və hörmətli səfirimiz də çıxışında qeyd elədi ki, iki qohum xalq bir-birini daha yaxından tanımalıdır. İstər mədəni, istər iqtisadi, istər də ticarət əlaqələri daha da möhkəmlənməlidir. Bax, bu günləri bir 3 saat bundan qabaq burada həmyerlimiz, zabitimiz Ramiz Səfərov zəng elədi və dedi ki, eşidib ki, Azərbaycandan böyük nümayəndə gəlib və öz səmimi salamlarını sizin vasitəsilə öz elimizə, omuza çatdırmağa məsləhət gördü və məndən xahiş edir ki, burada bütün sənətkarlarımızdan imza toplayıb ona çatdıraq. Yəni, mən çox sevinirəm ki, Azərbaycan xalqının belə istedadlı, belə zəngin bir gəncləri var və gördüyünüz bütün macalılar ayaqüstə duraraq bizim bütün oxuyanlarımızı, bütün rəsədlərimizin hamısını ayaqüstə əl çalırdılar, oynardılar. Mən deyərdim ki, Tünzələ xanım, Çingiz, o biri oxuyanlar bütün macalıların qanların damarlarında dondurdular. Mən fəxr edirəm öz xalqıma, fəxr edirəm öz millətimə. Forum Budapeştdə keçirildi. Təbii ki, tarixi bir mərkəzdir. Bir çox insanlar, mən də onlardan biriyəm. İlk dəfə Budapeştdə olduq. Səfirliyə təşəkkür edirəm göstərdiyi dəstəyə görə. Forumda 25-dən çox ölkədən 300-ə yaxın gənc iştirak elədi. Bunların içərisində artıq məzun olmuşlar da var idi və bundan sonra xaricdə təhsil alacaq insanlar və artıq xaricdə təhsil almaqda olan insanlar var idi. Onların öyrənəcəyi bir çox şeylər var idi. Məsəl üçün, dövlət məmurlarıyla burada görüşlər keçirildi. Bu görüşlərin önəmi ondan ibarətdir ki, dəyişən dünyada hər bir ölkənin dəyişən prioritetləri olur. Və insanların beynində sual olur. Mənim təhsil aldığım ölkə haqqında dövlətimin mövqeyi nədən ibarətdir? Təbii ki, siz, məsəl üçün, Türkiyədə yaşayış tərzinlə, Azərbaycanlara olan münasibətlə, məsəl üçün, Belçikada tamam fərqlidir. Və yaxud da ki, Çindən bir tələbəmiz var burada. Çində olan münasibətlə, Avstriyada olan münasibət və Almaniyada olan münasibət tamam fərqlidir. Və bu məqamda təbii ki, tələbəyə maraqlıdır ki, Almaniyada olan Azərbaycan səfirindən soruşsun ki, münasibət nədir və olmuş bir hadisəyə ki, filan hadisə olanda niyə belə oldu? Səfir artıq bir nömrəli simadır ki, bir var dildən dilə eşidilsin bu, bir də var bir nömrəli simadan soruşursunuz ki, mənim ölkəm niyə belədir və yaxud da ki, Almaniya niyə belədir? Bir misal bu sadəcə təbii ki. Bundan başqa biz televizorda gördüyümüz, çıxışlarını gördüyümüz insanlarla artıq biz bir süfrə arxasında yemək imkanımız oldu, bir bərabər çay içmək imkanımız oldu. Onlardan səmimi fikirlərini öyrənmiş olduq bir çox. Vətənimdir Azərbaycan bu dəfə yalnız bir insana deyil, xaricdə təhsil alan və artıq məzun olmuş minlərlə Azərbaycanlı gənc əsr olundu. Qürur duyduq ki, dünyada Azərbaycan adına yaşadan belə saysız hesabsız gənclərimiz var və bu gənclərin mövcudluğu da Azərbaycanın uğurlu gələcəyindən xəbər verir. Belə bir möhtəşəm tədbirdə və layihədə çalışdıq ki, əlimizdən gələn qədər layiqincə təmsil edək və mənim fikrimcə tamaşaçıların alqışı hal-hazırda onu sübut etdi ki, deyəsən biz istəyimizin nail olmuşuq. Ona görə biraz qürurluyuq bir Azərbaycanlı olaraq, bir gənc olaraq. Məncə mənim sənət yoldaşlarım da mənimlə razı olarlar. Çünki səhnədən birbaşa çıxıb intervyu vermək bir qədər bizə daha böyük bir hisslər bəxş etdi. Sizə də öz təşəkkürümüzü bildiririk. İnşallah gələcək forumlarda görüşmək ümidi ilə. Tədbir çox yüksək səviyyədə təşkil olunub və ən əsas onu deyə bilərəm ki, çox böyük bir insan fəxr hissi keçirir. Yəni, Azərbaycandan çox uzaqda, Azərbaycanların qarşısında, Azərbaycandan kənarda yaşayan Azərbaycanların qarşısında ifa eləmək həqiqətən çox fəxr edici bir hissdir. Mən istəyərdim ki,
belə tədbirlər daha çox olsun Avropada. Çünki həqiqətən Azərbaycanı dünya tanımalıdır. Belə bir dövləti, belə bir gözəl ölkəni tanımalıdırlar. Və biz də əlimizdən gəlir bir gənc kimi əsirgəmirik. Biz ilk dəfədir ki, Budapeştə gəlmişik, Macaristana gəlmişik. Çox gözəl bir ölkədir, çox gözəl bir şəhərdir. Və əlbəttə ki, bu tədbirlə əlaqədar biz çox fəxr hissi duyuruq ki, Azərbaycanlı tələbələr bütün dünyaya səfərlənib, belə demək olar, və Azərbaycan mədəniyyətini bütün dünyada təmsil edirlər. Macaristanda biz ildə demişkən birinci dəfə, bu il dəfədir və çox xoşumuza gəlir burada, çox gözəldir və tədbir də çox gözəl keçir. Come to me tonight, gotta need you anyway, baby.